Salam, xoş gəldiniz. Vaxtınız xeyir, dəyərli dostlar. 2 iyun 2026-cı il. Bu gün 20 yaş müharibənin 1560, 20 müharibənin 4486-cı günüdür. Yəqin bilirsiniz ki, ötən gecə Ukrayna üzərinə, o cümlədən Kiyev və Dnipro şəhərlərinə və qismən də Xarkiv, Zaporojye, Çerniqov, Suma, Nikolayev şəhərlərinə edilən total hücumdan, yəni terror hücumundan xəbəriniz var. Əsas ən ağır nəticələr ilk növbədə Dnipro şəhərindədir. 11 şəxs, o cümlədən 3 yaşlı uşaq dünyasını dəyişib və Kiyev şəhərində hələ ki 6 şəxsin həlak olduğu və onlarla insanın yaralandığı ilə bağlı məlumatlar var və getdikcə axtarışlar davam edir. Çünki həm Dniproda, həm də Kiyevdə uçuntular altında hadisələrin olduğu yerlərdə hələ ki tapılmayan insanlar var. Yəni nə deməkdir bu? Biz elə dövlət başçısının dediyinə qoşuluruq və bu Rusiya tərəfinin şəffaf, belə deyək, işarəsidir. Şəffaf verdiyi bəyanatdır ki, onlar terrordan əl çəkməyəcəklər. Ona görə Ukrayna prezidenti bir daha dünya ictimaiyyətinə, Amerika Birləşmiş Ştatlarına, progressiv dünyaya, demokratik kəsimlərə müraciət etdi ki, Ukraynanın müdafiəsi ilə bağlı həm də hava hücumlarından, həm də ballistikaya qarşı kömək istədi. Və bu doğrudan da çarəsizlik quduzluğudur, biz belə adlandırırıq bunu. Çünki döyüş bölgələrində Ukrayna silahlı qüvvələri ruslara, işğalçı qüvvələrə ağır itkiler yaşadılar. Ukrayna silahlı qüvvələrinin yenə də irəliləmələri var. Ukrayna silahlı qüvvələrin Belqrad vilayəti ərazisində vurduqları kimya zavodu, ondan əlavə Krasnodar vilayətində İlinski neft ayırma zavodu ki 6,6 milyon kub gaz neft istehsal edirdi. Ton, üzr istəyirəm, 6,6 milyon ton neft istehsal edirdi və Cənub hərbi dairəsinin deməli hamısını demək olar ki, təchiz edirdi neft məhsulları ilə, yanacaqlar, sürtki yağları ilə. Aydındır ki, Ukrayna tərəf bu mənada Rusiyanı üstələyir. Buna görə də Rusiya tərəf əlacsızlıq quduzluğuna keçib, qansızlığa keçib, Allahsızlığa keçib və artıq görsənir ki, Rusiyanın bundan başqa edə biləcəyi nəsə bir şey yoxdur. Bu ara Qərb mətbuatının yazdığı da belədir ki, ola bilsin dünya ictimaiyyəti dərk etmir ki, Krımın Ukraynaya qayıtması oxuyucuların, yaxud insanların gözlədiyindən daha tez baş verə bilər. Və onlar o cümlədən dünyaca məşhur Qari Kasparovun bundan bağlı yazdığı posta nümunə çəkirlər və 10 minlərlə şərhlər var, 30 min elə like var bir posta, 73 min şərh var. İnanılır hamısı belə. Bütün dünya ictimaiyyəti bu günləri Ukraynanın doğrudan da bu və ya başqa formada Rusiyanın imperiyanı üstələdiyindən yazır, danışır. Çünki hər şey o qədər aşkardır ki, bunları gizləmək qeyri-mümkündür, əziz dostlar. Ukrayna silahlı qüvvələri aydındır ki, bütün cəbhə boyu, o cümlədən əvvəllər də sizə dediyimiz kimi Tagarrov-Rostov yolundan ta ki, Krımın cənub nöqtələrinə qədər, cənub sahillərinə qədər əraziləri nəzarətdə saxlaya bilir. O cümlədən Luqansk vilayətində vəziyyət belədir, o cümlədən Donbasda vəziyyət. Hər bir yerdə Ukrayna silahlı qüvvələri bu və ya başqa formada Rusiyanın logistikalarına bəzən tam, bəzən də qismən nəzarət edə bilir. Hər halda benzin daşıyan avtomobillər, yük daşıyan, sursat daşıyan avtomobillər, şəxsi həyət daşıyan avtomobillər, yəni iri avtomobillər Ukrayna silahlı qüvvələrinin pilot şöhratları tərəfindən məhv edilirlər. Və bunun əvəzində aydındır ki, bir daha təkrar edirəm ki, Rusiya dediyimiz kimi son addımlarını əl atır. Bu addımların da adı
Ukraynanı total terror aktına, yəni artıq da indi demirlər ki, hər an vururduq, nə bilim, əvvəl deyirlər, hərbi obyekti atırdıq ki, ola bilsin səhv gedib, düz gedib, indi heç onu da demirlər. Və bu həm də nədən ibarətdir? Bu həm də ondan ibarətdir ki, Rusiya tərəf Ukraynanı danışıqlar stoluna da məcbur edir göz aləmində, həm güzəştlərə məcbur etmək istəyir, həm də danışıqlar stolunda əyləşdirməyə. Çünki bununla bağlı bilirsiniz, dönəri prezident ofisinin rəhbəri Kiril Budanov bildirdi ki, Ukrayna prezidentinin tapşırığına əsasən biz hər şey edirik ki, payıza qədər müharibə, yəni qışa qədər payızda müharibə bitsin. Yəni bu ifadədən yapışıblar, onlar elə bilirlər ki, Ukrayna bu müharibəni əlacsızlıqdan bitirmək istəyir. Xeyr, belə deyil. Ukraynanın həm hərbi sənaye kompleksi yerindədir, həm qərb müttəfiqlərimizin, qərbdəki müttəfiqlərimizin köməkləri, yardımları, silahları, maliyyələri təbii ki, davam edir. Həm də elə o cümlədən Amerika Birləşmiş Ştatları təbii ki, çox kütləvi xarakter daşımasa da, amma Ukrayna üçün silahlar verilir, satılır daha doğrusu. Və Patriot raketlərinin Ukrayna üçün verilməsi məsələsində bilirsiniz, Ukrayna tərəf müraciət etdi məktubla Trampa və Trampın müharibə naziri Pete Hegseth 3 gün bundan qabaq Singapurda olanda bildirdi ki, hərbi sənaye kompleksinin istehsal sahələrini gücləndirəcəklər və Ukrayna üçün də təbii ki, silahların verilməsi, daha çox silahlar verilməsi, hərfi tərcüməsi belə idi dediyi ifadənin, daha çox silahlar verilməsini təmin edəcəklər. Bununla əlavə Ukrayna tərəf bildirir ki, Amerikaya o həmin Patriot raketlərinin əgər lisenziyasını, yəni icazəsini alarsa, həmin raketləri hətta Amerika üçün istehsal edə bilər, hamı üçün istehsal edə bilər. Çünki belə deyək də, sivilizasiyalar müharibəsidir, terror dövlətləri ilə demokratik dünyalar vuruşurlar. Bax, belə əziz dostlar, dediyim kimi, Krımın işğaldan azad edilməsi bəzi mənbələrə görə o cümlədən qərb mətbuatı bunu yazır, daha tez baş verə bilər və həm qərb, həm Rusiya daxilində ümumiyyətlə o liberal kəsim, o demokratik kəsim bildirir ki, Krımın ətrafında baş verən hadisələr Rusiyanın hakimiyyət dəyişikliyinə birbaşa təsir edən amildir və edəcəkdir. Müharibə o zaman bitəcək ki, tutaq ki, məsələn, mən Qari Kasparovun sözlərini deyirəm, Sevastopolda Ukrayna bayrağı dalğalanacaq. Və onun bildirdiyinə görə, ola bilsin, insanlar hətta bilmirlər ki, bu yaxın zamanların məsələsi ola bilər, daha yaxın zamanların. Və Ukrayna Xarici İşlər Nazirliyi ötən gecə baş verən terror aktını belə də adlandırdı. Adı belə oldu ki, kozurları olmayan Rusiya tərəf birbaşa terrora keçib, özdə daha gizlənmir ki, o mülki insanlara, yaşayış binalarına qarşı terror edir. Bununla bağlı bilirsiniz, dönəri Putin yenə öz o briqadaların, o pensionerlər klubunu yığmışdı. Nə bilim, Bastrokinləri, hamısını da bilirsiniz. Yəni 70 yaşdan orada cavan yox. Güya ki, Starabelskidə deməli tələbə yataqxanası vurulub, yalan deyir, orada dronlar yığılırdı. Mən o təhsil müəssisəsini tanıyıram, Starabelsk Pedaqoji Kollecinin. Və yenə də Qari Kasparov, belə alınır ki, bugün mən ondan çox nümunələr çəkirəm, post yazmışdı Facebookda, 70 neçə min, 100 minə yaxın hər halda bəyənmə oldu ki, orada dronlar yığılırdı və yaxşı edib Ukrayna. Bax, təxminən Qari Kasparov belə yazmışdı. Dünən də bildiyiniz Putin güya Paşinyanı təbrik edirdi. Ardıncan da onların yerlisi Marguşa Simonyan yazıb ki, mən elə bilirəm ki, arzularında ölüm arzu Paşinyana. O da Ermənistanda təbii ki, Margarita Simonyana onsuz da onu hörmət edən yoxdur. Çünki o satqın, vətəninin satqınıdır, Rus imperiyasına qayıtmasını istəyir. Belə dostlar, axşam görüşümüzdə əlbəttə ki, bütün bu məsələlər ətrafında çoxlu danışacağıq. Sizə təşəkkür edirəm, görüşərik.